Bir daha hər kəs salam əziz tamaşaçılar. Yenidən bağlanırıq Sumqayıt şəhərinə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna. Burada milli komandamız tarixdə ilk dəfə məhz Sumqayıt şəhərində oyun keçirir. Yoldaşlıq oyununda rəqibimiz Hait yığmasıdır. İkisi artıq geridə qalıb və təsvir yığmamız 0-1 hesabı ilə geridədir. İlk dəqiqələrdə Hait yığmasının forvardı Fransip Piero'nun vurduğu gol. Hələ ki qonaqları hesabda öndə saxlayır. İlk hissədə buraxılan qoldan sonra bir neçə dəfə hesabı bərabərləşdirmə imkanlarımız olub. Xüsusilə sürətli əks hücumlarda millimiz təhlükəli olduğunu göstərib və iki epizodda gol vurmağa çox yaxın idik. Bir epizodda Nəriman Xunzadənin ötürməsindən sonra Mahir Veri artıq topu boş qapıya göndərməyə hazır olduğu anda müdafiəçi topu uzaqlaşdırdı və daha bir epizod hissənin sonlarında yaşandı. Yenə də Toral Bayramov sürətli reydi sayəsində Elvin Cəfərquliyev zərbə mövqeyinə çıxdı, amma zərbəsi uğursuz alındı. İkinci hissədə komandamızın daha məhsuldar, daha uğurlu olacağını ümid edirik. İkinci 45 dəqiqə bir qədər sonra başlayacaq və Fernando Santuş'un heyətdə edəcəyi dəyişikliklər çox maraqlıdır. Və artıq biz Renat Dadaşovun deyəsən meydana çıxmağa hazırlaşdığını görürük. Hər halda formasını qaydaya salır. Bir daha qeyd edir ki, bu maç yoldaşlıq xarakterini daşıdığından 6 dəyişiklik etmə imkanı var məşqçilərdə. Odur ki, bugün biz yeni simalar da görə bilərik. Milli komandamızda debüt edə biləcək futbolçular var ehtiyat oyunçuları skamyasında. Bəziləri ümumiyyətlə ilk dəfə çağırılıblar. Bəziləri buna qədər toplanışlarda iştirak ediblər, amma meydana çıxmayıblar. Bütün bunları bu cür halların ikinci hissədə şahidi ola bilərik və Musa Qurbanlı artıq Fernando Santuş'un yanındadır. O dəqiq meydana çıxacaq. Və böyük ehtimal Nəriman Xunzadəni əvəzləyəcək. Musa üçün ötən il milli komandamızda kifayət qədər uğurlu alındı. Artıq 16 oyunda iştirak edib Musa və 3 gol vurub. Yer gəlmişdən Nəriman Xunzadə də meydandadır. Deməli, fərqli seçim edib Fernando Santuş. Ötən il niyə uğurlu alındı Musa üçün? Daimi olaraq milli komandaya çağırılmağa başladı və öz qollarını da vurdu. Və Bolqarıstanla maçda vurduğu gol yada düşür. Və onunla yanaşı Elvin Camalov da meydana çıxacaq. İkili dəyişiklik fasilədə Fernando Santuş'dan. Baxaq. Elvin Camalov Aleksey İsayevi əvəzləyir. Vaxtilə sabahda bir yerdə çıxış etmiş futbolçular və eyni zamanda Ozancan Kökçü meydanı tərk edir. Onu Musa Qurbanlı dəyişdi. Nə Aleksey İsayev, nə Ozancan Kökçü məhz hücum mənasında ikisi demək olar ki, heç nə heyətdə qalmadılar. Xüsusilə Ozancan Kökçü öz cinahında çox pasiv idi. Ümumiyyətlə millimiz sağ cinahdan demək olar ki, istifadə etmirdi. Və hücumlarının böyük əksəriyyətini, mütləq əksəriyyətini məhz sol cinahla keçirirdi və ilk dəqiqələrdə həm Elvin Cəfərquliyevin, həm Toral Bayramovun keçidləri, reydləri çox təhlükəli alınırdı. İkinci hissə başlamasına hər şey hazırdır. Baş hakim Türkiyəli referi Kadir Sağlam saatına baxır və ikinci hissənin start fitini səsləndirir. Gəlin bir daha heyətlərə nəzər salaq. Millimizdə Şahruddin Məhəmməd Əliyev qapını qoruyur. Həmçinin Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Coşqun Diniyev, Mahir Evleri, Rahil Məmmədov, Bədavi Hüseynov, Toral Bayramov, Nəriman Xunzadə, Elvin Camalov və Musa Qurbanlı bu 11-li ikinci hissənin ilk dəqiqələrində meydanda mübarizə aparacaq. Hait yığmasının heyəti Aleksandro Pierre qapıda, həmçinin Carles Arku, Ricardo Ode, Martin Experience, 9 nömrəli forward, Cükens Nazon, yer gəlmişə ilk hissədə ən fəal futbolçu hücum xəttində Haitidə. Lucius Dontitson vurulan qolda da o da çox aktiv iştirak etdi. Bu arada yığmamızın hücum cəhdi, amma vaxtında qapıcı Aleksandro Pierre qapısını tərk edib topa çatdı. Leverton Pierre qapıcının həm soyadı, Denli Jean-Jacques, Fransip Pierrot, yeganə qolun müəllifi, Christopher Attis və Jean-Kevin Duvern. Start heyətlə mübarizəni davam etdirir hələ ki Hait yığması. Haitinin baş məşqçisi Sebastian Minye'dir. Fernando Santuş yığmamızı çalışdırır.
Şərhçiniz Süleyman Vəliyevdir və yığmamız hücumdadır. Ara ötürməsi dəqiq alınır, amma offside. Hakim bayrağı havaya qaldırdı. VAR sistemi tətbiq olunmadığından burada artıq epizodun sonunu gözləmir yanxət hakimləri. Musa Qurbanlı offside-daydı həqiqətən, təkrarda da bunu aydın şəkildə görə bildik. Hakim Kadir sağlamdır, bir daha bunu qeyd edim. Türkiyəli Hakimlər Briqadası oyunu idarə edir. Yalnız 4-cü hakim həm yerlimiz Fərid Hacıyevdir. Aleksandr Pierre tələsmir. Hayat yığmasını qalkəbərə sərbəst zərbəni yerinə yetirir. Nəhayət, oyun bərpa olundu. Hava mübarizəsi Piero qabaqladı Bəhlulu, amma top bizdə. Məhz Fransız Piero ilə hava mübarizələrində, hava duellərində mübarizə aparmaq çox çətindir. Antropometrik fiziki göstəriciləri çox yüksəkdir futbolçunun və ümumi keyfiyyətləri də çox yüksəkdir. Bəs yeri hər halda Yunanistan Liqasının ən nəhəng komandalarından biri AEK Afinada çıxış etmir. Yerdə qalan Haiti futbolçusu var və Kadir sağlam oyunu dayandırıb bu səbəbdən. Bu experience-dir. Martin experience. O da Fransada çıxış edir. Nancy klubunun şərəfini qoruyur. Və deyəsən ilk dəyişiklik olacaq. Haiti yığması niyyətində artıq 13 nömrəli futbolçu meydan kənarında görürük. Bu Duke Lacroix'dır. Və böyük ehtimal yerdə qalan experience-i əvəzləyəcək. Çünki həkimlər briqadası da artıq meydana daxil olub. Özü ayağa qalxdı, meydanı tərk etdi və bəli, yerini verir 13 nömrəli Duke Lacroix'a. Amerika Birləşmiş Ştatlarında çıxış edir bu futbolçu Colorado Springs komandası. ABŞ-nın müxtəlif futbol liqalarını təmsil edən bir neçə futbolçu var Haiti yığmasında. MLS təcrübəsi böyük olanlar da var. Fransa və ABŞ məhz Haiti futbolçularının ən çox seçdiyi istiqamətlərdir futbolçu karyeralarında. Təsadüf deyil, təcrübli deyil daha doğrusu. Haiti futbolçu deyəndə əlbəttə ki, Azərbaycanda ilk ağla gələn Will Donald Guerrier'dir. Uzun müddət liqamızda çıxış etmiş futbolçu, amma artıq karyerasını başa vurub. Vaxtilə o da Haiti yığmasının əsas simalarından biriydi. Qayda pozuntusu Haiti futbolçulardan Coşqun Düniyevi yeri yıxdılar. Attis qaydanı bozmuşdu Coşquna qarşı. Bedavi Hüseynov komandamızın kapitanı. Bəhlullu oynadı. Yenə Bəhlul. Rahilə top saxladı. Şahürdin Məhəmməd Əliyev. Coşqun. Mərkəzə çəkilir. Coşqun hər iki topu özdə saxlayır və yalnız indi Bəhlul'la topu ötürür. Elvin Cəfərquliyev top istəyir. Bəhlul sağ cinahla hücuma inkişaf verdi. Burada Mahir Emreli özünü çatdırmağa çalışır, amma Duvern onu qabaqlayır. Ümumən Duvern Haiti'nin müdafiəsində ilk hissədə də çox inamlı təsir bağışladı. Bir çox hücumlarımızın qarşısını aldı. Bu 22 nömrəli müdafiəçi indi yaxşı fürsət ola bilər. Coşqun Düniyev çox ləng davrandı, təəssüf ki, və topu itirdi. Geri qayıtmaq lazımdır. Bedavi qonaqların hücumunun qarşısını alır. Musa ara ötürməsi geçmədi. Daha doğrusu Musa'ya doğru ötürmə etmişdilər burada. Nərman Xunzadə idi bu. Christopher Attis. Sağdan yenə də Don Ditson. İndi topu qəbul etdi önündə. Elvin var idi. Yenədən Attis'in topu qaytarır qapı qarşısına ötürmə və vaxtında geriyə qayıdır Elvin Camalov. Burada təhlükəni soğuşdurur. Artıq Neftçinin futbolcusu kimi
yığılmamızda çıxış edir. Bu qış transfer pəncərəsində məhz Neftçiyə transfer olundu. Elvin və daimi olaraq oynamaq imkanı əldə edir. Neftçinin əsas heyət oyuncularındandır. Fernando Santuşu görürsünüz planda. Sözsüz ki, o məmnun deyil yetirmələrinin oyunundan. Coşqun Diniyev. Müdafiədən çıxarkən səhvə yol veririk yenə də. Sadə vəziyyətdə topu rəqibə hədiyyə edirik. Coşqun yenə qazanır və ona qarşı qayda pozuntusu vardır. Hələ ki, çox xaotik şəkildə hadisələr cərəyan edir ikinci hissədə. Temp də aşağıdır və hansısa bir tərəfin təşəbbüsə malik olduğunu da demək olmur. Komandamızdan ikinci hissədə daha aktiv, açığı, fəal oyun gözləyirdik, amma hissə yalnız indi başlayıb. Və Şahruddin Məmmədəliyev uzun ötürmə verir Musa Qurbanlı istiqamətində. Yenidən Yaxət Hakimin bayrağı havadadır. Növbət dəfə offside qeydə alındı. Jean-Kevin Duvern mərkəzdə boş mövqeyindən nədənsə topu qəbul edir indi Denli Jean-Jacques. Londitson Atis'lə oynadı. Atis mərkəzə çəkilir. Zərmə meydansız ötürmə vermə imkanı tapır. Piero və onun qarşısını ala bildik. Bəhlul Mustafazadə sayıq davrandı burada. Fransi Piero'nu məsir planda görürüz. Yeganə qolun müəllifi. Burada Christopher Atis öz fərdi ustağını işə saldı və Piero'ya ötürmə verdi. Vaxtında müdaxilə etdi Bəhlul. Böyük qüvvə ilə çıxıblar qapıcı istisna bütün Naiti futbolçuları meydanın bizə aid səsindədirlərində, amma bu ötürmə dəqiq alınmır. Rahir riskli oynayır, amma Şahruddin Məmmədəliyevə top gəldi, çatdı o da. Top irəli vurdu. Atis heç cür topu ayağımızda saxlaya bilmir bu dəqiqələrdə. Don Zidson önündə Elvin. Zidson mərkəzə meyilləndi. Hələ ki, birə-bir duellərdə Elvin çox böyük çətinlik çəkir. Don Zidsonla mübarizələrdə. Sol cinahdan gəlirlər. Meydan yenicə daxil olan Dük Lacroix. Cərəmə yenicə ötürmə verdi. Uzaqdan zərbə cəhdi Rikaşet və top qapının üstündən keçir. Bəxtimiz gətirdi burada. Rikaşet artıq Şahruddin Məmmədəliyevi də çaşdıra bilərdi. Top qapıya daxil ola bilərdi. Bəxtimizdən top qapının üstündən keçir. Denli Jean-Jacques idi zərbə indirən futbolçu. Elə mərkəzlə zərbə indirdi. Top yol üstü Bədavi Hüseynova dəydi. Yenə də sıxlıq yaradıblar cərimə meydançasının daxilində, amma bu dəfə qapıcı meydançasında deyil, əksinə qapıdan bir qədər uzaq nöqtədə. Demək olar ki, cərimə meydançasının sərhədində indi. Toplaşıblar, Haitili futbolçular ötürmə gəldi qapı önünə, başla zərbə alınır təəssüf ki, amma yaxşı ki, dəqiq alınmır. Çox rahat şəkildə zərbə indirmə imkan verdik burada. Sadə bir kombinasiya idi, amma imkan tapdılar zərbə üçün Haitili futbolçular. Baxaq təkrara. Zərbəni endirən də kim idi? Ən təhlükəli futbolçulardan biri Fransi Piero idi. Şahruddin Məmmədəliyev. İlk sənə fərqli olaraq ikinci hissədə daha çox uzun ötürmələrdən istifadə edirik müdafiədən çıxarkən. Burada Haitili futbolçuların pressingi də öz rolu oynayan ola bilsin, həm də Fernando Santuşun da fasilədəki təlimatı da. Coşqun Diniyev. Sağa baxır, variant tapmadı ötürmə etmək üçün büdrədi, topu itirdi, lakin onu sığortaladı Elvin Camalov. Adaşı Cəfər Quliyevlə oynadı. Elvin sıyrıldı rəqibindən, Elvin yaxınlaşdı cərimə meydançasında ötürməsini verdi. Topa toxunmağı mümkün olmur burada. Musa Qurbanlı qabaqladı rəqibini, amma topa istədiyi toxunuş edə bilmədi. Yaxşı fürsət əldə etmişdik. Bu isə Coşqun Diniyevin sürüşdüyü an. Hər şey daha sonra Elvin Camalovun topu ələ keçirməsi ilə başladı və belə yekunlaşdı. Piero.
geriye çekilir. Francis Piero. Duvern. Lacroix. Lacroix sürət yığır, mərkəzə doğru istiqamətlənir. Piero geri oynayır. Attis. Bax, bu dəqiqələrdə artıq təşəbbüs Haiti yığmasındadır. Bunu dəqiq söyləmək olar. Çox sərbəst şəkildə topa sahib olurlar və burada qayda pozuntusu Dickinson Nazana qarşı. Haiti yığmasının tarixində ən məhsuldar futbolçusu olduğunu dedim. Həm də onu deyək ki, Türkiyə Süper Liqasında çıxış edir. Kayseri Spor klubunda və hal-hazırda öz komandasının ən məhsuldar oyuncusudur. Bu mövsüm Süper Liqada 5 dəfə fərqlənir. Buna qədər də müxtəlif Avropa klublarında çıxış edib. Nə qədər təhlükəli futbolçu olduğunu artıq ilk hissədə də biz aydınlaşdırdı. Və indi onun qazandırdığı cərimə zərbəsini yerinə yetirəcək Haitili futbolçular. Leverton Pierre topun gerisində zərbə yaxşı qüvvətli alınmadı. Nazon zərbə indirmişdi. İstədiyi kimi alınmadı cəhətdə, amma aldada bildilər, futbolçularımızı çaşdıra bildilər. Heç kimi gözləmədiyi şəkildə cərimə zərbəsini yerinə yetirdilər. Yerlə ötürmə verdi Haitili futbolçu və məsələni zərbəyə çatdıra bildilər. Əsas da budur. Uzun ötürmə irəli. Elvin Camal. Ötürmə ünvana çatmır. Alexander Pierre topu tutur. Kapitan Ricardo Ode. Piero. Fikir verirsə Bədavi Hüseynov onunla birlikdə hərəkət edir. Demək olar ki, hər zaman və indi geriyə qayıdır Bədavi. Yaxşı ki, bu ötürmə dəqiq alınmır. Elvin, o da topu itirir. Sağ şınaqla davam edəcək Haitinin hücumu Dontinson. Çəkdi soluna, zərbəsi dəqiq alınır. Heç bir oyunda dönüş yarada bilmirik. Təşəbbüsü ələ keçirə bilmirik. Topu daha çox özümüzdə saxlaya bilmirik. Sanki dəyişikliklər müsbət effekt vermədi. İlk hissədə ən azından sürətli hücumlarda təhlükəli idiksə, ikinci hissədə 13 dəqiqə ərzində hər hansısa bir sürətli hücum belə izləməmişik millimizin ifasında. Bəhlul Musazadə. Coşkun Diniyev ilə oynadı. Solda Elvin. Coşkun yenə topu Elvinə qaytarır Cəfər Quliyeva. Elvindən mərkəzə. Toral Bayramov. İkinci hissədə isə ilk dəfədəki bu futbolçuların paslaşdığını görürük. İlk hissədə dəfələrlə bunu şahid olmuşduq artıq ilk dəqiqələrdə. Bu tandem məhz hücum aktivliyimizin böyük hissəsini təşkil edirdi. Hücumdakı aktivliyimizi təmin edirdi demək olar. Elvin Camal geri oynadı. Bəhlul Musazadə aldatdı rəqibini. Özü topu daşıyır, mərkəzə keçir. Amma dayanır, ayaq saxlayır. Coşkun Diniyev. Elvin Camalov. Dəqiqləşdirmək önəmli deyildi artıq. Bəhlul Musazadə. Coşkundan uzun diagonal Elvin Cəfər Quliyev istiqamətində onu Dontinson qavalıyır. Hücumda Elvinə problemlər yaratması azmış kimi müdafiəyə də qayıdır və Elvinin qarşısını almağa çalışır. Lucius Dontinson, amma top indimizdədir Musa Qurbanlı. Alınmadı təəssüflü. Keçidə alınmadı, cərəməyin qarşısında topu saxlaya bilmədi. Dontinson və Elvin Camalov topu meydandan çıxarır. Oyunun 3-2'si artıq geridə qalıb. Azərbaycan Haiti beynəlxalq yoldaşlıq oyununda Haiti yığması 1 hesabı ilə öndədir. Şahırdı Məhəmməd Əliyev. Topu irəli vurur. Carles Arkiu. Top meydanda saxladı. Haitili futbolçular, amma bizdə olacaq top. Əl dəyişir. Bəhlul Musazadə. Coşkun Diniyev. Elvin Camalov.
heç cür mərkəzlə və ya hansısa başqa bir yolla mövqe hücumundan nəsə yarada bilmirik. Hücuma çıxa bilmirik. Top bizi qalarkən belə, uzun müddət özümüzdə saxlayarkən belə itiririk və indi müdafiə olunmalıyıq. Son anda müdaxilə Elvin Camalovdan və korner olacaq. Elvin bu müdaxiləni eləməsəydi artıq Zülkens Nazon cərimə meydançamızda çox sərbəst şəkildə topu ələ keçirib qapçı təpədən çıxacaq. Müdafiə anlamında yaxşı qoşulub oyuna Elvin, artıq ilk belə kritik müdaxiləsi deyil onun, amma hücumların qurulmasında onun da iştirakı hələ heç nə vermir. Donzitson indi korneri yerinə yetirir. 5 futbolçu var cərimə meydançamızda. Ötürmə gəldi, öndürəyə başla zərbə və 0-2. İkinci top qapımıza daxil olur. Kornerdən standart vəziyyətdən növbət dəfə və yenə də Fransi Pierrot fərqlənir. Dublə imza atır Ayet Lifor. Onun gedişatının məntiqindən irəli gəlmirdi bu gol desək ki, yalan olur. Etiraf etməliyik, ikinci isə əvvəlindən təşəbbüsə malik tərəf məhz Ayet yığması idi və hər şey ikinci golla yekunlaşdı. Pierrot kimi hücumçunu bu şəkildə kornerdən sonra tək saxlamaq, düz qapının önündə, qapçı meydançasının daxilində belə sərbəst hərəkət etməsinə imkan vermək əlbəttə ki, bağışlanmazdı. Pierrot da bağışlamadı. Geri gəlmişkən yenə də Donzitson qolda iştirak etdi. Bu dəfə ötürməni verdi birbaşa. Gün zərbəsi məhz o yerinə yetirmişdi. 0-2 və oyunun sonuna nə olacaq dəqiqələri də hesablasaq